Sən məni tanıyırsan? Siz xan qızı Xurşud Banu Natavansınız. Rəssamsınız, şairsiz. Şəhərimizə su da çəkdirmisiniz. Xan qızı Xurşudbanu Natavan 6 avqust 1832-ci ildə Şuşada dünyaya göz açıb. Atası Mehdiqulu xan ona anasının adını vermişdi. Xurşudbanu xanın yeganə övladı olduğu üçün onu tək inci mənasına gələn Dürrü Yekta çağırardılar. Lakin son dövrdə aparılan araşdırmalar zamanı xan qızının ailənin tək övladı olmaması məlum olub. Xan ailəsində dünyaya gəldiyinə baxmayaraq Xurşudbanu Natavanın həyatı o qədər də fərəhli keçməmişdi. Çünki hələ onun hardasa 13 yaşı olanda atası Mehdiqulu xan Sultanbut meşəsində ov ovlayarkən kifayət qədər də yaşı olub, atdan yıxılıb və dünyasını dəyişib. Bu ona birinci zərbə olmuşdu. Tək qalmış. Çünki Xurşudbanu Natavandan başqa Mehdiqulu xanın heç bir övladı yox idi. Son zaman araşdırmalar nəticəsində məlum oldu ki, Xurşudbanu Natavana qədər Mehdiqulu xanın 2 övladı dünyaya gəlmişdi, oğul övladı dünyaya gəlmişdi. Lakin onlar çox az yaşamışdı. Qısa bir müddət ərzində ikisi də dünyasını dəyişmişdi. Və son zamanlar aparılan etnoqrafik məlumatlar bunu təsdiq edir ki, Xurşudbanu Natavanın Ağdamda olan qəbri yaxınlığında 2 uşaq qəbri də var ki, alimlər bunu əsas götürərək həmin fikri təsdiq etməyə çalışırlar. Birinci uşağın adı olubdu İbrahim Xəlil. O, dünyasını dəyişəndən sonra 2 uşaq dünyaya gələndə onun adını İbrahim güya qoyubdu Mehdiqulu xan. Öz atasının adını qoyubdu. Bəzi ehtimallara görə bu dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilmiş və Xurşudbanu Vorontsov Daşkovun şəxsi yavəri Dağıstanlı general-mayor Xasay xan Usmiyevlə izdivaca məcbur edilmişdi. Lakin araşdırmaçılar bu ehtimalın doğru olmadığını diqqətə çatdırır. Natavan hələ uşaq da olsa, ona baş yoldaş axtarırlar ki, sabah ərə verəcək bir adam ki, bu həm də varis rolunu oynaya bilsin. Çar Rusiyası ilə xanlığın arasındakı müqavilə belə idi ki, əgər onun varisi yoxdursa, onun bütün mülkləri keçirdi dövlət xəzinəsinə. Bu dövlət xəzinəsinə keçməməsi üçün ona görə müəyyən bir yaşa çatdıqdan sonra ona evlilik təklifləri gəlir. Görünür bu işdə Mirzə Fətəli Axundzadənin də böyük rol olmuşdu. Bunları tanış etmişdi. Çünki Xasay xan Usmiyev o vaxt deməli general Vorontsovun, yəni Canişin Vorontsovun yavəri idi. General leytenant dərəcəsi ilə onun yavəri idi və çox hörmətli bir şəxsiyyət idi. Şübhəsiz ki, Vorontsovun təhlifi ilə Knyaz Xasay xan Usmiyev istəyir ki, ailə qursun ki, xanlıqda bunun etibarlı bir dayağı olsun. Güya burada Vorontsovun böyük rol olubdu, təhlif edibdi və güya Xurşudbanu Natavanla söhbət edibdi. Siz fərz eləyin. 15 yaşlı bir qız o boyda generalla necə söhbət eləyə bilər? Nə söhbət eləyə bilər? İkincisi, Çarın nə ehtiyacı vardı ki, bunları evləndirsin? Onsuz da Qarabağ bunların əlində idi, bütün Azərbaycan bunların əlində idi və onların bu tanışlığı sonralar onların izdivacına səbəb oldu. Xasay xan Usmiyev onu bəyəndi, Xurşudbanu Natavan da onun köməyindən razı qaldı, razılıq verdi. Və bunlar 1850-ci ildə gəlir Şuşaya, gəlir toy edir. O toyda hətta Mirzə Fətəli Axundov da iştirak edir. Dərdi hicrində gözüm yaşı tutub dünyanı. Nuhu tufanı kimi gör ki nə tufan etdim. Xan qızının Qarabağ bəyinə yox, kənar şəxsə ərə getməsi nəslindən olan bəzi şəxslər tərəfindən yaxşı qarşılanmayıb. Mehdiqulu xanın qardaşı oğlu Cəfərqulu bəy bu izdivacı heç cür qəbul edə bilmirdi. Qasım bəy Zakir, Abdulla Asi və başqaları öz şeirlərində Xasay xanın ünvanına atmacalar atardılar. Xasay xanın sağ gözünün giləsini ağ pərdə örtdüyündən şairlər buna işarə edərək onu kinayə ilə Kor Xasay adlandırıblar. Onun gözü birinci kör döyüldü. Döyüşlərin birində güllə onun gözünün bir tərəfini, deməli gözünün ağını silib keçmişdi. Onun gözündə bir-biri ağ pəl deyirlər bizdə, ağ pəl əmələ gəlmişdi. Ona görə də Qasım bəy Zakir o şeirində Kor Xasay deyir, başqalar deyir. Ancaq bunlar nədir? 1850-ci ildə toyun edəndən sonra Xurşudbanu da götürərək o apardı öz vətəninə. Bu Şeyx Şamilin həyatının planıdır. Bunu Natavan xanım çəkir. Natavan bir müddət Dağıstanda da qalıb. Sonra gəldilər Tiflisə. 2 il Tiflisdə yaşadılar. Xurşudbanu Natavan Tiflisin havasını götürə bilmədi. Həkimlər məsləhət elədilər ki, sən vətəninə qayıtmalısan, sənə yalnız hava lazımdır.
Ona görə də Xurşudbanu Natəvan məcbur olub Şuşaya gəldi. Xurşudbanu Natəvanın evi. Danışırlar ki, bu evin pəncərələrindən gecə yarıya kimi işıq gələrdi. Şuşaya gələndən sonra Xasay xanla bunun arasında müəyyən nifaq düşdü. Bunlar hətta küstülər bir-birindən. Ona görə də Xasay xan da getdi Tiflisdə yaşadı. Lakin bu ayrılıq çox çəkmədi. 1853-cü ildə Xasay xan yenidən qayıtdı Şuşaya və artıq 1864-cü ilə qədər Xurşudbanu Natəvanla bir yerdə yaşadı. Xurşudbanu Natəvanı atıb getdiyinə görə Xasay xana qarşı Qarabağ bəylərində böyük itiraz oyandı ki, bizim xanımızı nə üçün atıb getdin? Ona görə də həmin dövrdə Xasay xana aid elə həcvlər meydana gəldi. O hər hansı Qarabağ bəylərinin biri ilə ailə qursaydı, Xurşudbanu Natəvana o şəraiti yaratmayacaqdı. O tamamilə onun mühlərinə sahib olacaqdı və bir şərhçisi kimi deyəcəkdi ki, xanımsan, gözümün nurusan, uşaqlarımın anasısan, başımın tacısan, amma belə evdə bir ev qadını eləyəcəkdi onu. Xasay xan götürüb onu Tiflisə aparmasaydı, Tiflisdə o park görməsəydi, Tiflisdəki o mədəni mühiti görməsəydi, gəlib Şuşada o park salardım, bağ salardım. Bu bağdakı ağacların çoxunu Natəvan öz əlləri ilə əkib. Bu bağın yarpaqları, gülləri, çiçəkləri şairənin könül çırpıntılarını pıçıldayır bəlkə. Xasay xan özü çox dünya görüşlü bir şəxsiyyət idi və özü də mütərəqqi ruhlu bir şəxsiyyət idi. Çar hakimiyyətini də o qədər sevmirdi. Dağıstan xalqının azadlığında mübarizə aparan şəxsiyyətlərdən biri idi. Şamil hərəkatının ən fəal üzvlərindən biri olmuşdu və o Şamil hərəkatına təkan verirdi. Hətta bəzi mənbələrin yazdığına görə zaman-zaman hətta Şuşada olanda belə ləzgilər gəlib onun yanına gedirmişlər. Bunlar belə fərz edirlər ki, o zaman bunlar hamısı siyasi mahiyyət kəsb eləyirdi. Yəni, Xasay xan Usmiyevin Dağıstanlı Şamildən sonra hakimiyyətə gəlməsi fikri var idi. Natəvan Xasay xana yox, hər hansı bir bəyə geçsəydi xoşbaxt olardı, bədbaxt olardı mı? Bunu da demək çox çətindir. Xan qızının Xasay xanından Mehdiqulu və Xanbikə adında 2 övladı olub. Yaradıcılığa məhz bu illərdə başlayan Xurşudbanu ilk vaxtlar şeirlərini Xurşid imzası ilə yazıb. Ey gülü Susən, səni bir Natəvan çəkmiş məyər? Xurşudbanu həm də istedadlı rəssam olub. Onun bədii tikmələri Gül dəftəri adlı albomundakı rəsmlər buna sübutdur. Böyle tarik rəng ilə girmiş o qəsrə bilməyib, sillələr rüxsarına ol bağı bən çəkmiş məyər? Xurşudbanu Natəvanın həyatındakı maraqlı faktlardan biri də onun 1858-ci ildə Bakıda məşhur fransız yazıcısı Aleksandr Duma ilə görüşməsi olub. Duma keçən əsrin ortalarında Qafqaza səyahət edərkən Azərbaycan şairəsi ilə tanış olub, onun yaradıcılıq istedadına heyran qalmışdı. Bu görüş haqqında məlumat Aleksandr Dumanın Qafqaza səyahət kitabında öz əksini tapır. Bəzi iddialara görə həmin görüş zamanı xan qızı Aleksandr Duma ilə şahmat oynamış və fransız yazıcısına qalib gəlmişdi. Aleksandr Duma gələrkən xatirələrində yazır ki, dostumun evində olanda fransızca bir söz soruşdum və mənə fransız dilində elə səlis cavab verildi ki, mən elə bildim ki, mənlə danışan fransızdır. Lakin onun Natəvanla söhbət etməyi, şahmat oynaması barəsində heç bir məlumat yoxdur. Dümənə görüşəndə Natəvan xanım onda 20 yaşında bir cavan, onu yazdığına görə Natəvanın dümənə şahmat oynamağına şübhə edirəm. Nəyə görə? Siz təsəvvür edin, general-mayor dayanıb cavan bir xanımının başının üstündə bunlar ikisi fransızla şahmat oynayırdı. Bu mümkün olan şeydirmi? Yoxdur bir kimsə məyər dərdimi bilsin yarə, ki mən öz qanım ilə dərdimə dərman etdi. Bir versiyaya görə anasının vəfatından sonra ailəsinin təkidi ilə Xasay Usmiyev vətənə, Dağıstana döndüyü zaman həyat yoldaşı Xurşudbanunu da özü ilə aparmaq istəyib. Lakin xan qızı Dağıstanda həmişəlik yaşamağı qəbul etməyib və onlar 1864-cü ildə ayrılıblar. Lakin bəzi tarixçilər Xasay xanın siyasi məsələlər üçün Dağıstana qayıtdığını yazırlar. Xasay xan ora siyasi mahiyyət daşıyan bəhanələrlə gedirdi. Çünki Xasay xan
o siyasi fəaliyyətini davam etdirmək istəyirdi. Ona görə də 1864-cü ildə Xasay xan Xurşudbanu Natəvanı demək olar tərk etdi, getdi ora və 2 ildən sonra Loris Melikov adlı Vladivostok hərbi idarəsinin baş rəisi Milliyyətçi erməni ona şər atdıraraq onu fəxri sürgün kimi Voronejə göndərdi. Voronejdə də onu aldatmışdılar ki, güya çar gələcək, görüşəcəksiniz. Bu görəndə ki, oteldə gözləyir, bunu aldadırlar. O özünə atəş açıb özünü öldürmüşdü. Çar rejimi belə qərarı almışdı ki, bunları sakitləşdirmək üçün onun övladlarına bir yerdə mənbədə 14, bir mənbədə isə 12 yazırlar ki, kənd bağışladı ki, bunlar heç olmazsa qan bahası olaraq sussunlar. Natəvan 1869-cu ildə Seyid Hüseyn adlı kasıb Şuşalıya ərə gedir. Seyid Hüseyn papaqçı olmaqla yanaşı, həm də mollalıq edərdi. Bu evlilikdən xan qızının 3 oğlu dünyaya gəlir. Onun Seyid Hüseynə ərə getməsi bəy və mülkədarları qəzəbləndirmişdi. Onlar Natəvanın ailə üzvləri arasında nifaq salırdılar. Xasay xandan olan oğlu Mehdiqulu xan baş götürüb evdən gedir. Xan qızı isə ömrü boyu qınaq və töhmətdən yaxa qurtara bilmir. Xurşudbanu Natəvan ilə Seyid Hüseynin görüşməyində səbəb oğlu Vəfiya Mehdiqulu xana papaq tikdirməsi olubdu. Tarixçilərin yazdığına görə Xurşudbanu Natəvan papaqçı dəvət edibdi, Seyid Hüseyni dəvət edibdi saraya. O gəlibdi Mehdiqulunun başını ölçüb və papaq tikib ona gətiribdi. Gözəl bir papaq. Arası yarıq papaq tikilmiş. Xurşudbanu Natəvan onun pulunu verməkdən imtina edir. Deyir ki, get sabah gələrsən. Gedir sabah gəlir, yenə də həmən bəhanə ilə Xurşudbanu onu göndərir. 3-cü gün gələndə Xurşudbanu ona təklif edir ki, məndən ailə quraq. Nəyə görə Xurşudbanu belə məcburiyyətdə qalmışdı? Məsələn, Xasay xan Üsmiyev artıq onu tərk edib gedəndən sonra bütün Qarabağ bəylərinin əksəriyyəti yaşlı demirsən, nə bilim 60 yaşlı, 70 yaşlı kişilər belə, Qarabağın nə bilim harnamış bəyləri belə hamısı Xurşudbanu Natəvana elçi düşmüşdü. Ona da Əkbər xan öz xatirələrində yazır ki, nənəm o qədər gözəldir ki, babam öləndən sonra ona çoxlu elçilər düşdü. Artıq deyir, bundan cana gələn nənəm ərə getməyə məcbur oldu. Natəvan baxmayaraq Seyid Hüseyn ərə getmişdi, onun hələ də Usmiyevin adı qalırdı üstündə. Çünki rəsmi boşanma olmamışdı. Xurşudbanu Natəvanın Seyid Hüseynindən 6 övladı dünyaya gəlmişdi. Bunlardan 3'ü oğlan idi, 3'ü qız idi. Onun ikinci oğlu Mir Abbas 15 yaşında dünyasını dəymişdi. Və ən çox onu kədərləndirən, qüssələndirən 2 hadisə olmuşdu. Biri Mir Abbasın ölümü, biri də Mehdiqulu xan vəfanı, yəni birinci övladının ona qarşı çıxması. Deyirdi, mən boyda sənin oğlun var, sən niyə ərə gedirsən? Atamın şərəfini qorumaq lazımdır. Çünki o da böyük zabit olubdur, məşhur adam olubdur falan. Ona görə də Mehdiqulu xan ömrünün axırına qədər Xurşudbanu Natəvanla həmişə münasibəti pis olmuşdu, yaxşı münasibətdə olmamışdı. Xan qızı Natəvanın məzarı. Ana oğlunun yanında dəfn olunub. Seyid Hüseyndən olma oğlu Mir Abbasın 17 yaşında vəfatı xan qızına ağır təsir etdiyindən uzun müddət Natəvan bu ağır dərddən özünə gələ bilmir. Bəzi mənbələrin yazdığına görə məhz oğlunun vaxtsız ölümü səbəbindən Xurşudbanu özünə Natəvan təxəllüsünü götürür. Natəvan birinci 1872-ci ilə qədər rəsmi bir ləqəbi yox idi. Natəvanın ləqəbi verilməsi Məclis Ünus yaranından sonra olmuşdu. Vaxtilə Qarabağın, bütün Azərbaycanın görkəmli şairləri, ziyalıları onun şeir çeşməsindən bir ovuc içmək üçün Natəvanın təşkil etdiyi Məclis-i Üns ədəbi məclisinə tələsirdilər. Təbii ki, o dövrdə Şuşada istənilən qədər şairlər vardı. Ona görə də məclisi yaradarkən ona ad verildi. Məclisin ağsaqqalı Mirzə Sadıq Piran idi. Xurşudbanu Natəvanın oğlu Mehdiqulu da şeirlər yazırdı və bunların heç birisinin təxəllüsü yox idi. Xurşudbanu Natəvan da bir gün dedi ki, mənə də bir təxəllüs seçin. Ona görə də Mirzə Sadıq Piranla Mirzə Rəhim Fəna fikirləşərək ona Natəvan, yəni zəif, sıskın. Çünki Xurşudbanu Natəvan tez-tez xəstələnirdi. Ona görə də ona Natəvan ləqəbini verdilər. Yəni dözümsüz, zəif, belə
bir ləqəb verdilər. Xəstəlik və məhrumiyyətlər xüsusilə birinci ərindən olan övladları ilə ikinci ərindən olan uşaqları arasında torpaq, mülk ixtilafları Natəvanın onsuz da çətin olan vəziyyətini daha da ağırlaşdırır. Elə bu illərdə onun evindən xeyirxah məqsədlər üçün ayrılmış bir sandıq qızıl pul və qiymətli əşyalar oğurlanır. Bu hadisə Natəvanın Arazdan mil düzünə çəkdirməyə başladığı arxın yarımçıq qalmasına səbəb olur. Müxtəlif versiyalar var. Bu versiyalardan biri güya onun kiçik oğlu Mircabbar onun var dövlətini uğramışdı və belə fərz olunur ki, onun əsərləri də onun içində qalıbdı, sandıqda qalıb, bəlkə aparıbdı. Natavanın ki, bunun olan mülklərin hamısı çatırdı böyük oğlu Mehdiquluya. Mehdiqulu da kasıb kişidən olan uşaqlara bir dənə bu mülkdən vermək, bunların bir həyatını yaxşılaşdıran nə olsun olmayır. Onun Mircabbar adlı oğlu qəzəblənib, hirslənib, yeşi ilə dolu qızılı götür qaçırdı evdən. Ondan sonra Xurşudbanu Natavan borc içində qalıb. Və Mircabbar da bunu ona görə eləyirdi ki, o vaxtı Mehdiqulu xana və onun bacısı Xanbikiyə verilmiş o 12-14 parakətdən Xurşudbanu Natavan deyirdi ki, o biri qardaşlarına da sən bundan pay ver. Mehdiqulu xan deyir ki, nəyə görə verməliyəm? Bu mənim atamın qan puludur, ona görə də bu mənə çatmalıdır, bacıma çatmalıdır. Ona görə də bundan qorxan Mircabbar qorxdu ki, bütün varidatı anası öləndən sonra Mehdiqulu onların əlindən alsınlar. Ətraf mühitin də rəhmi gəlmir bu xanıma. Əlində var dövlət olan insanlar ki var, dövrün bir dənə yeganə xanımına qaxmar çıxa bilərdilər, onu qoruya bilərdilər. Qafqaz qəzetində elanlar var, evinin satması, müəyyən yerlərin satması, mülkünün satılması, torpaq sahəsinin satılması, bunlar haqqında var. Xurşudbanu Natavan doğrudan da pis vəziyyətdə olur, həm səhhəti ilə yaxşı olmur, müflisləşmiş bir vəziyyətdə olur. Bu divanı qəzavətdir, müqəddər ruzi əzəldən, ki hər dəm növbə-növ qəmlər yetər, bu Natavan ağlar. Bütün bu çətinliklər, maddi və mənəvi sıxıntılar nəticəsində Natəvanın xəstəliyi və daxili istirabları getdikcə şiddətlənir və o 1897-ci il oktyabr ayının 1-də Şuşada vəfat edir. Dəfn mərasimində iştirak edən cəmaət hörmət əlaməti olaraq şairənin cənazəsini Şuşadan Ağdama qədər piyada aparır. Xan qızı Ağdamda İmarət deyilən ailə qəbirstanlığında dəfn olunur. Onun Bakıda heykəli, Şuşada büstü, Ağdamda isə qəbrüstü abidəsi qoyulub. Bir Natavan ulduzu var bizim şeir kəhkəşanımızda, daim yanan, daim nur saçan insan qəlbinə.